Binaların ağla ilə üzlənməsi bir ənənəyə çevrilib, amma təsəvvür eləyin ki, Nərimanovda binaların birində ağlay tökülüb digər bir mərtəbənin, birinci mərtəbənin üzərinə. İndi biz də yerində çəkdik, baxın. Bakıda eyvan uçdu. Bugün səhər saatlarında Nərimanov rayonunda yerləşən 4 mərtəbəli ofisin 3-cü mərtəbəsinin eyvanının ağlay hissəsi qoparaq 2-ci mərtəbəyə tökülüb və 2-ci mərtəbədə də eyvanın məhəccərləri yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmasa da, amma ziyan dəyib. Hadisə Nərimanov rayonu Albert Aqaronov küçəsində qeydə alınıb. Binanın eyvanı qəflətən uçub. Uçqun zamanı 3-cü mərtəbədən qopan daşlar 2-ci mərtəbə ilə yanaşı 1-ci mərtəbədə yerləşən restoranın terrasına tökülüb. Restoranın administratoru ilə həmsöhbət olduq. O bildirdi ki, hadisə zamanı restoranda müştərilər olsa da xoşbəxtlikdən heç bir xəsarət baş verməyib. Sadəcə qopan daşlar restoranın terras hissəsini yararsız hala salıb. Hazırda İAŞ obyekti əvvəlki kimi fəaliyyətini davam etdirir. Biz içəridə işləyirdik, hər şey qaydasında idi. Rəsqdən səs gəldi. Gördük ki, yəni nəsə belə toz, torpaq belə çöldən yaranır. Çıxdıq, baxdıq ki, yuxarıdakı eyvan düşüb bizim terasın üstünə. Hadisə şahidlərinin verdiyi məlumata görə bundan əvvəl də ayrı-ayrı vaxtlarda binada bir neçə dəfə silkələnmə olub. Eyvanın ağla hissəsinin uçmasını yaxınlıqda aparılan tikinti işləri ilə əlaqələndirirlər. Ofisdə əyləşmişdik. Ofisdə əyləşən zaman bu yol tikintisi gedir, hasa 7-8 aydır bir ilə yaxındır. Həmişə alışdığımız səs gəldi ofisdə, o travmovka səsi, binada oturduğum yerdə silkələnmə səsi və onun arxasıca bu səs gəldi. Bina bu tikinti sahəsinə çox yaxındır, qazıntı işləri də dərində gedir. İndi bilmirik, hansı texnikalardan istifadə edirlər. Yəni, ciddi şəkildə binanın silkələnməsi baş verir. Əraziyə polis əməkdaşları da gələrək baxış keçirdi. Daha sonra təhlükəsizlik üçün hadisə yeri lentlə mühasirəyə alındı. Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, söz gedən bina xüsusi mülkiyyətdədir. İstənilən halda yaxınlıqdakı tikintinin titrəşiminə görə onlar tökülürsə, deməli onların vurulmasında da bir problem var. Təhlükələrdən qorunmaq lazımdır, diqqət eləmək lazımdır. Keçirik digər bir xəbərə.